Yakup Eyyubov ləyaqəti olsa gedər prezidentin qarşısına duracaq. Cənab prezident, bağışlayın, mən buna layiq deyil. Mesela Ya o dünən Ramiz Mehdiyevi biraz sürüdü. Dedi ki bizim aramızda Ramiz kimin vətənə xəyanət eləyənlər də var. İndi baxaq görək hələ. Baba yox büyüsü gün. Bunun haqqında kim deyəcək? Baba özü ona necə cavab rəhbər olub vasitəsilə vəzifəyə gəlibdi. Mən nə bunların hamısı mən bilirəm. Hamısı. Kim gətirib bunu vəzifəyə? Mən o şeyləri deyirəm ki, gəlsin oturaq, mən ona başa salacağım ki, sən hansı pulla villalar deyirsən, hansı pulla 1 milyar kişi oğluna, sonra onun ortancıl oğlu Bakışəhər nədir, yol müfəttişliyində neysə işləyirdi, 2-3 dəfə qəza elədi, qəzada en ağır bizim həyat yaşayan oğlanlardan biridir. Lan heç birində bunlara heç nə olmadı. Ben bunların hamısını bilirəm, özü də yaxşı bilir ki, mən bilmədiyim şeyi danışmaram. Və heç bir də marağım yox. Yakup Eyyubov kimi adamlar İstiklal Ordeni alanda hakimiyyətə, prezidentə, baxmayaq ki, prezident Qarabağdakı o Xankəndi əməliyyatında da möhtəşəm bunu ehtiraf eləməyən adamın ləyaqəti yoxdur. Amma vuruşan Beyrətli balalar bir ihtiyaç içinde yaşayırsa, Yakup Eyyubov kimi birisi İstiklal Ordeni alırsa, prezidentə şərəf, şan, şöhrət gətirir. Vallahi Rəhim bəy, mən bu hər dəfə bu şeylər, bu sözlər, ifadələr işləndikcə mənim həqiqətən içim parçalanır. Bu qazilərlə bağlı, veteranlarla bağlı. Mən indi şəhid ailələrini demirəm, hələ onlar qalıb bir qıraqda. Bu veteranlarımız, qazilərimiz ki var, and olsun Allah, bunların adı gələndə bədənim müşür, o qədər narahat oluram. Çünki onlara qarşı münasibət heç erməniyə qarşı. Vardanyan burada türmədə kef çəkir. Bizim qazilərimiz, veteranlarımız dərmansız küçələrdə verirlər. Yazıqlar, sürünürlər rəsmə.